Aleyküm assalam. Dərs keçmək istədiyim kurs məndən sosial şəbəkədə dərs izahlarımı paylaşmağımı istəyir. Buna icazə var. Nəzərə alsaq ki, yəni qadının səsi, yəni bəzi alimlərin rəyinə görə, yəni naməhrəmdir. Yəni qadının səsini naməhrəm kişilər eşitməməlidir. Bu alimlərin rəyinə əsasən də, yəni qadın öz səsini, yəni sosial şəbəkələrdə, yəni yaymalı deyil. Bir var, məsəl üçün, məhdud bir çərçivədir. Məsəl üçün, bilirsən ki, yəni olanları görürsən, kimlər eşidir sənin səsi. Hamısı qadınlardır və yaxud da ki, sənin məhrəmlərindir. Qardaşındır, əmindir, dayındır, babandır, aydındır, atandır. Burada problem yoxdur. Əgər bunu bilirsən ki, ancaq sənin məhrəmlərin eşidəcək. Bir də var, sən ümumi sosial şəbəkə üçün səs yazsansa, hansı ki bilirsən ki, orada qadın kişi hamısı dinləyəcək, o zaman ondan çəkinmək daha doğrudur. Aleyküm assalam, bərəkatuhu. Deməli, mən ikinci dəfə ailə qurmuşam. Mənim qızım var, yoldaşımın da oğlu var. Bunlar indi bir-birlərinə məhrəm sayılırlarmı bilmək istəyirəm. Kim deyir ki, hə, kim deyir yox, çaşıb qalmışıq. Xeyr, onlar bir-birlərinə məhrəm deyirlər, naməhrəmdirlər. Çünki onların ataları, anaları ayrı-ayrıdır. Yəni, bu deməkdir ki, yəni elə halda, yəni yoldaşınızın oğlu sizin qızınızı ala bilər. Çünki onların arasında heç bir məhrəmlik yoxdur. Və eyni zamanda da siz isə yoldaşınızın oğluna məhrəm sayılırsınız. Yəni, bu bir mənalıdır. Eynilə də sizin qızınız da yoldaşınıza yəni məhrəm sayılır. Amma qız, oğlan bir-birlərinə naməhrəm sayılırlar. Aleyküm assalam, rahmetullah, bərəkət. Bir bacı var, sadə sədəqə vermək istəyir, ancaq sədəqə verəcək insan tapa bilmir. Azərbaycan pul göndərə bilmir, şəhər yerində qalmır deyə sual verir ki, əgər bir uşağa gündəlik xərc üçün, misal, məktəbdə nəsə almağa pul versə sədəqədən sayılarmı? Qeyd edim ki, həmən ailə kasıb deyil. Yox, əgər kasıb deyilsə, həmən uşağa pul verməniz düzgün deyil. Amma o ki, qalsa ki, yəni siz sədəqəni Bakıya göndərmək istəyirsinizsə, siz belə eləyə bilərsiniz ki, gündəlik zikr sədəqə var, yəni gündəlik eləmək istəyirsiniz. Məsələn, bir dənə yeşik ayırın, ya kardon və yaxud da ki, sandıq balaca bir şey və gündəlik sədəqələrinizi atın ora. Atın və nə vaxtsa o qaldığınız yerdən deyirsiniz Bakıya göndər bilməyək, şəhər yerində qalmır. Nə zaman bir aydan, 2 aydan bir şəhər yerinə gələsi olsanız, orada artıq post vasitəsilə məsəl üçün Azərbaycanda bildiyiniz kasbın adına göndərə bilərsiniz. Əvvəlcə onun adını, familiyasını öyrənirsiniz. Şəxsiyyət vəsiqəsini ki, necə göndərə bilərsiniz adına və elə göndərin. Amma ehtiyacı olmayan bir uşağa gündəlik məktəbdə pul verir ki, nəsə alsın, bu sədəqə sayılmaz. Çünki o, yəni əslən sədəqə əhli də deyil, o baxımdan. Ona görə yaxşı olar ki, bir dənə yeşiyi ayırın və gündəlik sədəqələrinizi atın ora. 1 aya, 2 aya yolunuz şəhərə düşəndə elə oradan ya bank, ya post vasitəsilə istədiyiniz insana göndərə bilərsiniz. Aleyküm assalam. Qadınlar cənazə namazına qoşula bilərmi? Bunun səbəbi varmı? Əgər qadınlar məsciddədirlərsə və cənazə namazı varsa, bəli, kişilərdən arxadakı səhvdə qoşulub ola bilərlər. Amma yox, qadınlar evdədir. Sadəcə eşitsələr ki, filan məsciddə cənazə var. Cənazədən ötürü onların evdən məscidə gəlmək, hə, bu düzgün deyil. Bu olmaz. Amma məsciddədirlərsə və əgər eşitsələr ki, cənazə var, kişilərdən ən arxadakı səhvdə qıla bilərlər. Əgər orada fitnə olmazsa, orada fitnə yaranırsa, qılmamaqları daha yaxşıdır. Savabı da ki, Peyğəmbər sallallahu dediyi kimi bir Uhud dağı boyda savab var. Yəni cənazə namazına. Aleyküm assalam, bərəkatuhu. Adım İlahədir. Bu nə görə günah daşıyıram? Buna görə günah daşıyıram. Əgər günah daşıyıramsa, mən nə edə bilərəm? Evdə birlikdə namaz qılırıq. İmam oğlum olur. O bizdən namazı tez bitirir. Biz bitirməmiş önümüzdən keçib gedir. Bu icazə əldirmi? İlahə, yəni ilah sözünün, yəni bizim Azərbaycan dilində, yəni qadın cinsində olan sözüdür. Yəni ilah bir dənədir, o da Allah Subhanahu taala'dır.
və ilah adında qızlara qoymaq olmaz. Yəni imkan varsa o adı hökmən dəyişdirin. Yəni olmaz, şəriət icazəli deyil. O ki qalırsa ki, oğlunuz namazı tez bitirirsə, yəni o heç bir halda qabağınızdan keçməli deyil. O gözləməlidir ki, ya siz bitirəsiz namazı, ya da yanında bir stol zat varsa öz yerinə sütrə qoysun, sonra isə sütrənin o biri tərəfindən, yəni siz tərəfindən yox, öz yandığı tərəfindən sütrənin qabağından keçsin. Amma özü salam verib dərhal qabağınızdan keçməyi düzgün deyil. Və aleykum assalam və rahmetullah bərəkatuhu. Bir qadın və ya qadın işləyirsə, ehtiyac varsa, heç cür alınmırsa, namazlarının bir ikisi qəzaya qalırsa, namaz birləşdirib 3 vaxta qılmaq olar, ya da evdə gəlib qılmaq olarmı? İşləyən bir qadın üçün namazlarını qıla bilməsi üçün xeyir əməllərdən və s. bu kimi əməllərdən uzaq düşünməsi üçün nə etməlidir? Əvvəla, əgər qadın, yəni dul qadındırsa, yəni hansı ki onun qazancını, onun həyat yoldaşı gətirmirsə, yəni qadını üzərə düşürsə və qadın işləməyə məcbursa, o zaman qadın ilk öncə elə bir iş axtarmalıdır ki, onun namazlarının vaxtında qılmasına, yəni şərait yaradılsın hökmən. Həm halal iş olsun, haram iş olmasın, həmçində namazlarının vaxtında qıla bilsin. Əgər qadın işlədiyi halal işdirsə, amma namazların hamısını vaxtında qıla bilmirsə, ən azından çalışsın, yəni qəza eləməsin, çünki qəza özü günahdır. Amma daimən olmamaq şərti ilə, yəni ekstrem hallarda görsə heç cür alınmır, zöhrlə əsri məğribin işanı birləşdirə bilər. Amma heç bir halda qəza eləməsin, çünki qəza eləmək günahdır. Amma ekstrem hallarda, zərurət hallarında, yəni birləşdirə bilər. Zöhrlə əsri məğribin işanı. Və aleykum assalam və rahmetullah bərəkatuhu. Bir bacı qorxmaq elə çoxlu problem çəkir. Halbuki həmən bacı səhər, axşam zikirlərini mütəmadi olaraq davam etdirən namazında olan bir bacıdır. Amma buna baxmaq həmən bacı balaca bir səs olanda belə çox qorxur. Sizcə bu psixoloji olaraq bir problemdirmi, yoxsa şeytanın vəsvəsəsidir? Yox, bu psixoloji problem deyil, bu şeytanın vəsvəsəsidir. Ona görə də həm gündəlik zikirlərini davamlı eləsin, həmçində ən azından olduğu evdə gün ərzində sonuçta bir dəfə olsa Bəqərə surəsini tam oxutdursun ki, hətta şeytanlar uzaqlaşıb geçsin. Həmçində ruqiyəli su düzəltsin və gün ərzində otağa bir neçə qapının ağzına, pəncənin ağzına, otaqların küncünə və yaxud və s. ondan səpsin, həmən ruqiyəli sudan. Hətta şeytan tamamilə uzaqlaşsın geçsin. Bu psixoloji problem deyil, şeytanın vəsvəsəsidir. İkinci sual, imanlı olmayan bir şəxsi necə namaza yönləndirmək olar? Ancaq dəvət eləməklə. Çünki imanı olmayan insan birbaşa namaza gəlməz, hətta o Allahı tanımayana qədər, dinin mahiyyətini bilməyənə qədər, nə üçün Allah Subhanahu taala bu dini göndərdi, yəni dində dinin yayılmasının səbəbi nədir, insanların iman etməklərinin səbəbi nədir, nəyə görə insanlar iman etməlidirlər və nəyə görə insanlar İslamı seçməlidirlər. İlk öncə bu dəvəti təbliğat aparmalıdır həmən insanda. Ondan sonra artıq mütəmadi olaraq onun dəvət getdikcə artıq onun özündə də düşüncələr, fikirlər yaranacaq və həmən insan artıq imana gəldikdən sonra, yəni artıq hər şeyi qəbul edib imana gələndən sonra isə artıq ona namaz barədə danışmaq olar. Amma bu şeylər insan dərk eləmirsə, yəni yaradanı tanımır, tövhidi bilmir və şirkin niyə görə qadanı olduğunu bilmirsə və xurafatlara, möhümatlara inanırsa, belə insanın namazın qılması nə faydası olacaq? Ona görə ilk öncə onda bu problemlər aradan qalxmalıdır ki, sonra isə təmiz qəlbli, təmiz beyinli halda namazı qıla bilsin. Və aleykum assalam, qızın atası ateistdirsə, kəbin kəsilərkən vəli dura bilər. Əgər bu halda kəbin kəsilərsə, kəbin sayılırmı? Yox, qızın atası ateistdirsə, yəni İslamdan uzaq, yəni müsəlman olmayan, İslam dində olmayan, yəni sırf ateist olan insandırsa, yəni onun vəlliyi qızına keçmir.
Yaxşı olar ki, o qızın əmisi varsa, hansı ki, müsəlman əmisi varsa, o əmisi ona vəlid yansın. Əmisi ona vəlid yansın. Amma bu halda, yəni ateist ata ona deməli vəlid yanıbsa, o kəbin keçərli olmaz. Çünki Allah Rasulü sallallahu aleyhi ve sellem bir hədisdə buyurur ki, yəni kafirin müsəlman üzərində heç bir vəliliyi yoxdur. Ona görə o, onun atasını əmisi əvəz eləməlidir. Müsəlman olan əmisi varsa, əmisi əvəz eləyir və ya da ki, həddi buluğa çatan qardaşı varsa qızın, yəni əmidən qabaq qardaşı olur. Əgər həddi buluğa çatan qardaşı varsa, o zaman qardaşı qızına, öz bacısına vəlid yanır. Yox, qardaş da balacası o zaman öz doğum əmisi, müsəlman olan əmisi ona vəlid yanır. Amma hər bir halda vəlisiz kəbində şəriətə müxalifdir, heç bir halda olmaz. Aleykum assalam və rahmetullah bərəkatuh. Qadınların üzlərinin bir də əllərinin görünməsi olarmı? Bəli, olar. Çünki niqabı vacib deyən və deməyən alimlər var. Baxmayaraq ki, səhih olan rəy odur ki, niqab vacib deyil, amma taxılması daha yaxşı olardı. Amma ümumilikdə isə, bəli, ixtilafı nəzərə alaraq və düzgün rəydə olması ki, niqab vacib deyil, hər bir halda bu deməkdir ki, yəni qadınların üzlərinin də bir də əllərinin görünməsi icazəlidir. İcazəlidir. Amma əgər qadın elə bir toplumda, cəmiyyətdə yaşayır ki, hətta onun üzünün açıq olması belə fitnəyə səbəb olacaqsa, fəsadlar olacaqsa, o zaman bəli, o fitnənin qarşısını almaq üçün o halda onun üçün üzünü bağlamaq vacib ola bilər. Və aleykum assalam və rahmetullah. Bir bacıya su xəttini təmir etmək üçün sədəqə yığıldı. Elanda su sədəqəsi kimi paylaşmışdı. Suyu qaydaya saldılar, artıq pul qalıb. Bacı o pulla başqa problemini həll edə bilər. Əgər o pul həmən o sırf o bacının özü üçün yığılıbsa, əgər o su məsələsini həll edibsə, yəni başqa nə problemi varsa, inşallah ki, həll eləyə bilər. Aleykum assalam. Faberlic firma və s. firmalarda qadınların işləməsinə izin varmı? Yəni biz bu barədə dəfələrlə danışmışıq və biz o hətta şirkətin özünə də getmişik və orada da sonra bu suallar dəfələrlə yazılıb ki, yəni onların qurduqları sistem şəbəkə sistemidir və yəni şəbəkə, yəni şəriətə müxalif olan şəbəkə sistemidir və bu firmalarda qadınların işləməyi düzgün deyil. Nə icazəlidir? Yəni işləmək düzgün deyil. İcazəli nədir orada? Yəni sən gedəsən orada məhsul alasan, o məhsul ucuz alıb baha satasan. Amma yox, sən orada bir dənə təşkilat düzəlt, bir qrup düzəlt, 10 nəfər yığ, sonra 10 nəfər də filan kəslər yığsın. Sən artıq bu qədər pul alasan, sən orada olasan general, filan kəs olacaq, filan şey. Bu hamısı şəriətə müxalifdir. Amma marağın var, bazarlığın var, alıb satmaq istəyirsən, get adını yazdır, ucuz qiyməti al, get baha qiymətə sat, oradan da mənfəət əldə elə. Yəni bu qədər. Və aleykum assalam və rahmetullah bərəkatuh. 28 yaşında bir bacı artıq 10 ilə yaxındır ki, Ramazan oruclarını tuta bilmir, 3 hamiləlik keçirib və hər birində çətinlik çəkib, uşaqlardan sonradan müalicə olunub, kəffarə olaraq indi həmin bacı soruşur ki, bu gün Ramazan orucunun qəzasını tutmaq istəyirəm. Tutmadığım Ramazan orucları qəzasını tutmalıyamı? Əslində, yəni bu məsələdə alimlərdə bir çox rəylər var. Yəni ortalama, yəni orta rəy olaraq, yəni möhtəbər olaraq, yəni bu deyilir ki, əgər qadında hamiləlik, süd, yəni hamilədir 9 ay, sonra 2 il süd verir, sonra yenə hamilə, sonra 2 il süd verir. Yəni buna periodik, davamlı olan hamiləlik deyilir. Belə halda o tuta bilmir. Çünki hamilə 2 il və bir uşaq harca buna 2-3 ilə başa gəlir. Yəni 3 uşaqlarsa 9 il eləyir. 9 il, 10 il təxminən. Belə halda deyirlər ki, həmən günlərinin qəzasını tutmur. Çünki artıq çatdıra bilmir. Çünki artıq üst-üstə yığılır. Buna davamlı hamiləlik deyirlər. Belə halda o həmən tutmadığı orucların kəffarəsini verir. Yəni hər günə bir kasıb yedizdirir. Əgər bu təxminən 10 ilə yaxındır ki, Ramazan orucunu tutmayıbsa, deməli bu hardasa 300-ə yaxın kasıb yedizdirilməli. 300-ə yaxın kasıb. Əgər imkanı varsa o 300 dənə kasıbı
yəni hər gün 3 nəfər, 4 nəfər yedizdirə bilirsə, o deməli o 10 ilin kəffarəsi yedizdirməklə versin və artıq keçən ilkini başlasın qəzasını tutmağa. Yox, əgər onun imkanı yoxdursa, o kəffarəni verməyə, o 300 kasıbı yedizdirməyə, onda onun da orucun qəzasını tutsun. Hər günə 3-4 nəfər kasıb yedizdirsin və ya da hər ay 10 nəfər, 15 nəfər yedizdirsin. İnşallah və ya da 20 nəfər yedizdirsin, fərq eləmir. Əsas odur ki, yedizdirdiyi insanlar kasıb miskinlər olsun. Onları yedizdirsin və keçən ilkinin başlasın qəzasını tutmağa. Aleykumussalam. Bir bacımız var, təzə nişanlanıb, kəbinləniblər. Bacının anası bacıya nişanlısının yanında başını açmağa icazə vermir. Evdə fitnə yaranır, bacı nə eləsin? Anasını dinləməlidir bu məsələdə, yoxsa kəbirli nişanlısının yanında başını açmalıdır. Ümumiyyətlə, əgər söhbət ondan gedirsə ki, oğlan gəlib qızın evində gəlir, gedir, çünki artıq kəbirləniblər, qızın evinə gəlib gedir və orada qız başını açmağı daha düzgündür. Çünki artıq bunlar kəbirlidirlər. Və orada da böyük ehtimalla başqa bir toxunma olmayacaq. Aydındır. Başqası görüm ola bilər, problem yoxdur və ehtimal odur ki, inşallah orada qıza bir toxunmaz da olmayacaq. Amma o zaman bunun qabağını almaq olar ki, yəni bunlar toydan qabaq evdən kənara, yəni evdən uzaq səfər məsafəsinə gedərlər, o artıq problemlərə çevirə bilər. Yəni toydan qabaq yaxınlaşma olar və s. Bu düzgün olmaz. Bu düzgün olmaz. Çünki hamısı toydan sonra olmalıdır. Eləcə də əgər bu məsələdə ana biraz sərtlik göstərir, bilməm, bəlkə ana da nəsə hiss eləyir, amma hər bir halda şəri cəhətdən halaldır ki, qız başını açsın. Ələxüsus da qız anasının öz evindədir. Qız anasının, yəni atasının evindədir və oğlan da bunlara yəqin qonaq kimi gəlir, nişanlısını görməyə, söhbət eləmə deyir və belə halda yaxşı olar ki, yəni qız başı açıq olsun Allahın izni ilə. Aleykumussalam. Sıxıntı olarmı əgər şal çiyini örtməsə? Yəni şal çiyini örtməsə də olur. Əsas odur ki, insan, qadının başı, boynu, qolları, ayaqları hamısı örtülsün. Amma boyun zat bağlıdsa, sadəcə şalı örtmür, şal sallanırsa, o da bir problem yoxdur. Çünki əsas məqsəd onun əzalarının, yəni görünməməsidir. Məsəl üçün, boyundur və s. bunlar görsənməsin, əsas odur. Yəni başını örtür, boynu bağlanır və qolları, ayaqları hamısı örtülü qalır. Aleykumussalam. Bijuteriya satışı ilə məşğul olanda cahil icabsız qadınları satmağım icazəlidir. Əslində yox. Çünki o qadınlar onu açıq-aşkar geyinirlər. Yəni çöldə, bayırda göstərirlər cəmaata, naməhrəmlərə. Bu baxımdan olmaz. Bu baxımdan olmaz. Yəni o cür insanlara onun satışını eləmək olmaz. Və yaxud da əgər satırsansa, onun ona o cür halda geyinməsini, eləməsinin qadağan olması, onu təbliğat aparmalısan, yəni onu çatdırmalısan. Çünki bijuteriya satmaq mübahdır, yəni haram deyil. Amma o cür insanlar, yəni əgər açıq-aşkar insanlara gözünün qabağında, naməhrəmin gözünün qabağında bəzənib, düzənib çıxırlarsa, bu bir növ sənin ona satdığın həmən o bijuteriyada səbəb olur. Və onu yaxşıdır ki, ona satmayasan, yox satırsansa da ilk öncə olaraq ona onun qadağan olunmasını ona çatdırmaq lazımdır, başa salmaq lazımdır. Aleykumussalam. Qadınlar üçün saç boyamamaq, yəni ağ saxlamaq bəyənilir? Yox, bəyənilmir. Yəni qaradan çəkinmək lazım, qaradan başqa rəngdə bəyənməlidir. Çünki qadın da əri üçün gözəl görsənməlidir, yaxşı görsənməlidir, həmişə cavan görsənməlidir. Necə ki, kişi bəyənilir ki, saçını, saqqalını boyasın, eləncə də qadın da bu cür. Yəni bəyənilir ki, saçını boyasın və hətta saçını yoldaşının istədiyi rəngdə boya bilər. Yəni hansısa bir, belə deyim də, müşrik qadına, nə bilim, kafiri qadına, hansısa bir murdar bir insanlara oxşamamaq şərti ilə, yəni
öz həyat yoldaşının zövqünə uyğun saçını boyaya bilər. Allahın izni ilə. Və aleykumussalam və rəhmətullah. Bir bacının sualıdır. Yuxuda ona deyiblər ki, Qövsən Kəbir surəsini yazdırıb üzərində gəzdirsin. Bu danı yazdırıb üzərində gəzdirməsi doğrudur. Yəni bu şeytani yuxudur. Yəni şeytandan, cinlərdən olan yuxudur. Ona görə bazı o şeyə əməl eləməzsən qətiyyən. Çünki həmən o cövşani duadır, nədirsə onun ümumiyyətlə sünnədə hər bir əs-səlaməti yoxdur. Batil, xurafatdan ibarət olan bir duadır. Yəni belə şeyə qətiyyən fikir verməsin və elə bir şeydə nə yazdırırsın, nə də gəzdirsin. Çünki bu hamısı cini şeytanı özündən asılı vəziyyətdə saxlamaqdır. Yəni artıq onu eləyənlər artıq cinlərdən, şeytanlardan asılı vəziyyətdə qalır. Ona görə tərk eləsin, qutarsın, getsin. Aleykumussalam və bərəkatuhu. Subay qadın zəruri ehtiyac olmadan sadəcə öz gəlirini artırmaq və maddi ehtiyaclarını özü ödəmək üçün hardasa işləyə bilərmi? İndi subay burada əgər məqsəd bilmirəm, bakirə mı qızdan söhbət gedir, yoxsa ərə gedib boşanan mı qadından söhbət gedir? Hər bir halda, hər iki halda, istər bakirə qız olsun, istər də ərə gedib boşanmış dul qadın olsun, əgər onların vəliləri, yəni onların ehtiyaclarını ödəmirsə, çatdıra bilmirsə, bacarmırlarsa, bu baxımdan hər iki qadın, yəni ehtiyac zərurət ucbatından, yəni haram olmayan işlərdə çalışa bilərlər. Haram olmayan, yəni şəriətə zidd olmayan işlərdə işləyə bilərlər. Amma yox, əgər onların vəliləri, ya yoldaşı varsa, ya qardaşı, ya atası varsa, əmisi varsa, fərq eləmir, ya da dayısı varsa, əgər onlara baxan varsa, onların ehtiyacları ödənirsə, o zaman onların işləməyi düzgün deyil. Aleykumussalam və rəhmətullah. Dəstəmaz aldıqda zərurət halda hicabın üstünə məhz etmək olarmı? Qulaq əzasını bəs necə? Yenə də ıslatmaq gərəkirmi? Ümumiyyətlə, yəni qadın üçün yaxşı olar ki, dəstəmazı qapalı bir yerdə alsın və rahat şəkildə hicabını açsın, hicabın üstünə, hicabın altından məhz çəksin. Amma əgər məşəqqət yaranarsa, hansı ki məşəqqət fiqh alimləri deyiblər ki, yəni qadının başındakı hicab, yəni mücərrəd günümüzdəki hicabdan olmalı deyil. Çünki bu çox bəsit hicabdır. Əgər bizim o bəzi cənub zonalarında ki, qadınlar ki, başlarını bağlayırlar, birinci bir dənə yaylıq baxırlar, sonra onun üstündən bir şey bağırlar, sonra da şalların üstündən dolayırlar. Deyir, əgər elə bir çalma hicabları varsa, onun üstünə məhz çəkə bilərlər. Amma günümüzdəki bizim bildiyimiz qadınların hicabı elə bir hicabdan deyil. Sadəcə bir dənə boynu edib başa keçirir, bir dənə hicab keçirilir. Ona bunun heç bir məşəqqəti yoxdur. Və yaxşı olar ki, belə halda qadın eləmək üçün əlini hicabın altından aparsın və geridə qaytarsın. Eyni zamanda qulaqlarını da məhz çəksin. Yəni bu hal, yəni qadının dəstəmazında ixtilaflı rəylərdən ən düzgün çıxış yoludur. Yəni ixtilafdan qaçmağı daha düzgündür və daha yaxşıdır. Və həm qoy məhz çəksin hicabın, əlini keçirsin hicabın altından, həm məhz çəksin, həm də qulaqlarına məhz eləsin. Həm başına, həm qulaqlarına məhz eləsin. Aleykumussalam. Bir bacımıza qohumu öz qaraciyərindən bir hissəsini verib, əməliyyatdan əvvəl rəsmi şəkildə heç nə istəmədiyinə qol çəkib. Əməliyyat bitdikdən sonra isə başlayıb tələbləri, əvvəl xırda şeyləri, bura bazarlıqlar, hədiyyələr və s. daxildir. İstəməyə sonra davalar, borc xərc 10.000 qohumlar yığı verib, bir müddət keçəndən sonra yenə söz-söhbət qızıl sepini verib, daha sonra billah düzü komplekt nəni öz qızıllarını verib, indi bağ, ev tələb edirlər. Bu düzgündür, verəcək bir şeylər yox, nə etsinlər, qalbar belə yanlarında boynu bükük. Qeyd edim ki, nənənin bağı var, verməlidir, vermək də istəyir, amma hamı deyir ki, daha bəsdir. Artıq, amma bacı artıq dünyasını dəyişib. Ümumiyyətlə, heç bir şey verməyə qətiyyən düzgün deyil. Çünki rəsmi şəkildə onların arasında heç nə istəməyəcəyi artıq qeyd olunmuşdur.
və ondan sonra nə eləyiblərsə heç bir şey də verməli deyildilər. Nə şəriətlə, nə də ki, dövlət qanunu. Şəriətlə ona görə ki, o artıq könüllü şəkildə imtina eləyib və dövlət qanunlarına görə də o özü qol çəkib, rəsmi formada qol çəkib. Amma görsən odur ki, artıq tam istifadəçidirlər və nə veriblərsə, Allah onları islah eləsin, Allah onların gözlərini doydursun və bundan sonra bir çöp də belə verməsinlər. Çünki artıq onların əlində də rəsmi sənəd var. Onlar qol çəkib imtina eləyiblər. Həmçində kimə vermişlərsə qaraciyədən həmən bacı da dünyasını dəyişib. Yəni ona görə heç bir şey verib eləməsinlər və onların da heç bir halallıqları falan da onların boynunda qalmır. Çünki o hətta mən o qaraciyənin o bir hissəsini gedib pulla alsaydı belə, yəni bunlara verdiklərindən qat-qat aşağı qiymətə başa gələrdi. Çünki hədiyyələr, nə bilim 10.000 qohumlar verib, qızıl, komplekt, brilyant, bu Allah islah eləsin onları belə tam bir acgözlülük forması, tam bir istifadəçilik forması istifadə eləyiblər. Allah onları islah eləsin və bundan sonra heç bir şey verib verməsin. Nə bağ evi, nə qeyrisini verməsinlər. Hətta ölən insan üçün bəddua eləsələr, kimə qaraciyədən vermişlərsə, onun üçün bəddua eləsələr, neynəsələr də, yəni narahat olmasınlar, şəri cəhətdən onların heç bir bədduası bunlara düşmür. Çünki birinci imtina etmişlər və ikinci də öz şərtlərinə müxalif çıxıb tələblər də eləyiblər və istədikləri də verilib və bundan sonra bir çöp də belə verməsinlər və narahat da olmasınlar onların bəddualarından.